Firuzə Əhmədova. Sənin 2 oğlun, 1 qızın var. Bəli. Ay, işin də gözəl işdir. Uşaqlarla işləyirsən. Bəli. Siz bunları hardan bilirsiniz? Mənim qara qüvvələrlə əlaqəm var. Ruhlarla əlaqəm var. Onda bilərsiniz mənim dərdimi. Gecələr tək qalmaqdan bezmisən. Düz tapmısınız. Ərim daha məni sevmir. Gecə vaxtı hardasa sülənir. Bilinmir kimləndir, hardadır, neyinir. Başa düşürsünüz də məni? Sülənir. Bığlı kişidir. Özü də bankda işləyir. Kalan pulu var ha. Axır vaxtlar cavan qızlarla çox oturub durur. Ağlama, ağlama. Sənə bir dua yazacağım. Ərin gecə yatanda qoyarsan paduşkasının altına. Səhər durub işə gedəndə duanı götürüb gedirsən dənizkənarı bulvara. 3 dəfə yerində fırlanırsan. Sağ ayağını qalxızıb, sol gözünü yumursan. Duanı götürüb atırsan dənizə. 2 dəfə yerində atlanıb, fırlanıb gedirsən. Amma dönüb arxaya baxma, baxma. Yoxsa heç nə alınmayacaq. İndi isə get. Başla. Allah sizdən razı olsun. Səkinə xanım, qəbul saxlayayım yoxsa davam eləyək? Kim var orada? Abdullayev İsfəndiyar. Ben görüm. Abdullayev İsfəndiyar. Allah Facebook'un canını sağ eləsin. Yaxşı, bırak gəlsin. Bir də ki Wi-Fi prizagruska elə. İnternet yaman gicləyir. Salam. İşinizdə yaman dəyişikliklər görürəm. Məhəmməd Əlinin xaşxanasına. Boş üstə müəllim. Ancaq ora 2 saatlıq yolda axı uzaq oldu. Al, sür. Mənlikdir. Baş üstə müəllim. Hara edirsən? Sən bugün mənimlə vuracaqsan. İkimiz üzbəüz. Müəllim, çox üzr istəyirəm. Mən ayıq sürücü xidmətindəyəm. Spirtli içki qəbul edə bilmərəm. Dur! Narahat olma. Nə olsa mənlikdir. Sus! Uzağı ayaq sizmi? Ayaq siz. Mən bıçağı içsəm, çəksə mənlik mənim bıçağına. Sağ ol. Sağ ol məniməm. Var mənliyəm. Kişi adamsan.
Məniməm. Məniməm. Dur. Maşını sazdan. Mən də apa evəm. Ha. Ha, o necə olur elə? Necə ya, necə olur? Sən Məniməm. eva... Ben demirdin ki. Benlikti. Ben senlikti. Şimdi bablar hamısı senlikti. Salam. Salam. Mən Mustafa evin atasıyam. Siz mənə bura niyə çağırmısınız? Artıq 21-ci əsrdir. Facebook var. WhatsApp da var ki, biz orada işimizi sakitcə həll eləyə bilərik. Özü də pulsuz. Yoxsa mən şəhərin o başından bu başına tıxaclarda qala-qala gəlmişəm. Bütün bunların hamısı puldur, pul. Leyla xanım sizin oğlunuzun sinif rəhbəridir. Biz sizi dinləyirik Leyla xanım. Buyurun. Sizin oğlunuz bütün sinifə qəsdən yazı işlərini köçürməyə verir. Siz başa düşürsünüz ki, bu heç də yaxşı iş deyil. Axı burada nə var? Mənim oğlum yaxşı oxuyur. İstəyir ki, sinif yoldaşları da onun kimi oxusunlar. Siz məni düz başa düşmədiniz. Sizin oğlunuz buna görə bütün sinifdən pul alır. Buyurun, baxın, bu da onun preskurantı. Riyaziyyat 3 manat, fizika 5 manat, ədəbiyyat 1 manat. Əslində mən heç istəməzdim belə olsun. Lakin indiki zamanədə hər şeyin öz qiyməti var. Əsasən də biliyin. Düzdür, fizika çətin fəndir, riyaziyyatda. Ədəbiyyat 1 manat. Hər şey düppədüzdür. Qulaq asın yoldaş Mustafayev. Ən dəhşətlisi budur ki, sizin oğlunuz müəllimlərə faizlə pul verir, pul. Bu yol verilməzdi. Bəli, düzdür. Neçə faizli? 10 faizlə. 10. Bu məni məyus elədi. Mənə 8 demişdi. Aydınlaşdıraram. Bir dəqiqə, cənab Mustafayev. Siz yəqin oğlunuzun bu hərəkətlərini hər kəsin bilməsini istəməzdiniz. Elə deyilmi? Sizin təklifiniz nədir? Bizim təklifimiz odur ki, əgər sizin oğlunuz faizləri 6%-ə qədər aşağı salsa, biz onun bu hərəkətlərinə gözümüzü yuma bilərik. Düşünürəm ki, razılaşdıq. Necədir? Fıskırı! Biznes mənim qanımdadır.